Bir daha vaxtınız xeyir olsun əziz futbol severler, artıq maçın ikinci hissəsi start götürür. İlk səni Sabah komandasının 6-0'lık hesabı üstünlüğü ilə yekunlaşdırdıq. Xan komandası ilə mübarizədə. İkinci hissə başlamaz hücumla başladılar Sabah komandasının oyuncuları. Hər 3 topa 1 olmuş. Sən Zamiroğlu. Çıkmasın orada. Out. Qasımov geriyə doğru. Metin sağ oynadı. Emin Qasımov qaydan top. Həsən Zamiroğlu dəf olunur hər iki zərbə. Fəxri. Out. Oyunculara bak. Oy topu açın. Yakup. Yusuf'a bak. Yakup. Fəxri yenidən topla. Salih. Emin Qasımov sol sınaqdan irəliyir. Bir pauza gəldi ondan. Geriyə çəkilir. Top meydanı tərk edir. Out Xan komandasını. Onu. Kal tabakta. Emin Qasımov qazanır topu. Zərbə mövqeyi axtardı. İmkan vermədilər. Geriyə çəkilir. Salih. Yenidən Emin. Pası uğursuz alınır. Emin Qasımov ötürmə zərbə meydan sahasına. Fəxri Həbibli 7-0. 7 nömrədən komandası 7-ci qolla dublə imza atar. 3 asist, 2 gol aktivində var Fəxri Həbiblinin. Oyunun ən yaxşılarından da hazırda. Davan. Metin. Zamiroğlu topu uğurlayır orta. Fəxri. Türmə uğursuz. Geçti. Top bizden değil. Hakim oyunu saxladı. Təhlükəli oyun. Yakup yürü. Onu çık adama. Cengiz açı. Gel. Metin ayağımlı. Fəxri. Türmə zərbə meydan sahasına. Emin Qasımov. Sen de onun içinde. Təhlükəli zərbə indirmişdi. Son toxunuş Zamiroğlu. Salih'in ötürməsi Həsən Zamiroğlu yaxın altılığı düşünmüşdü amma top qapıdan yan keçir. Hələ ki bugün Zamiroğlu'dan qol görməmişik. Metin Bayramlı altı yeni yetirəcək. Salih Abbasadə. Emin Qasımov. Yenə də sürətlənir sol sınaqda. Bir pauza gəldi. Salih out qazandırdı. Metin Bayramlı. Oyuncu mənə hansısa komanda başqa yerdən tanış gəlir. Metin Bayramlı. Fəxri Həbibli. Həbibli və növbəti qol gəlir. 3 gol 3 asist. Xettirik həm asist həm qollarda. Geç biri. 8-0. Olsun. Yakup yanlış bırak. Futbol oyna. Out. Oyun çıtak. Olsun. Oyna. Şimdi saxladı oyunu. Nereye bravo nereye? Qayda pozuntusu qeydə alınıb. Yakup aktar. Yakup aktar.
Zamiroğlu. Fəxri. Fəxri sənə fikirləşmişdi artıq. Qol yox, ötürmə fikirləşir Fəxri. Yine top ister. Yine top ister. Məhsuldarlıq etmək istəyir, amma hələ ki uğursuzlandırıcı. Maçın da hal-hazırda ən yaxşısıdır Fəxri Həbibli. 3 gol, 3 asistlə. Oyuncu taparı. Sən Zamiroğlu. Axtarır boşluq ötürmə etmək üçün. Salihdən sağ Mətin. Oyuncu. Fəxri divar pası Zamiroğlu ilə, amma uğursuz cəhət. Auto yollanır top. Yine top ister. Yakup. Yakup. Uzun ötürmə gəldi. Mətin Tez başla. auto yerinə yetirir. Davir out. Cengiz düş Cengiz. Düş gelmeye. Həsən. Onur oyuncu. Sabah komandasına Davir üçün əmrəsi istəyə bilərik. Zamiroğlu bir rəqibinə sıyrılır. Ara ötürməsi. Keçmədə 7 nömrədə. Salih Abbaszadə və gol! Komandanın müdafiəsinin əsas direği Salih Abbaszadə. Ne oldu? Saf fərqini 9 topa çatdırır. Davay davay davay. İranda bunları tamam. Emil Qasımov. İndi də zərbə top qapçılar. Salih. Emil. Zamiroğlu. Her yerden. Zamiroğlu fikir yaxşı idi, amma icra edə bilmədi. Viyetine döndü. Bak başı. Sizdə Zamiroğlu topu. Mətin. Çin Bayramlı. Saxladı Haşim oyunu. Qaydap olunsu. Həsən. Emil oynadı və Emilin zərbə indirməsinə imkan vermədi müdafiəçilər. Korner. Yosef. Oyuncu tap. Həsən Zamiroğlu'nun zərbəsinə blok qoyuldu. Ay Yosef. Salih Abbaszadə geriyə çəkildi. Vaqif. Yedən Salih. Akla kimi. Salihdən gözəl hərəkətlər. Ya da riskli hərəkətlər idi. Top meydanda qalıb. Mətin də köməyinə gəlir Salihin. Zamiroğlu. Cəqanatı və sağsına. Müdafiədən çıxdılar Fəxri Həbibli. Sürətləməyi lazımlı sağsınaqdan sıyrıldı. Bir rəqibindən ötürmə cənəmə meydan sahasına. Mesimin top qapıdan yan keçir. Stop Canan. Canan. Dəyişikliklər Xan komandasında. Həmçinin də Sabah komandasında. Yakup. Cengiz. Gel. Umur. Geç buraya. Etti mi? Out. Xan komandası yerinə yetirəcək. İmkan vermədi rəqibinə. Akla kimi. Həsən. Akla kimi. Dəfamla ötürmə Həsən Zamiroğlu'ya. Zamiroğlu'dan Messi'nin tepkide epizod yarandı. Emin Qasımov dirəkdən qaydır top. Yenidən Emin'də də top. Lakin ötürmə bir qədər geridəydi. Messi, Emin Qasımov. Növbəti qol Emin'dən. Futbol. Cavat ver pası. Onur. Oyna. Getir. Açıl onu damala. Olsun. Emin.
Zamiroğlu. Əhsən Zamiroğlu qapıcı tərəf etdi. 11-ci qol 11 nömrə aktivə yazdıra bilərdi. Qapıcı imkan vermir. Emin. Əhsənlə oynadı. Emin Qasımov yenə də direyə tuş gəlir. Daha bir zərbə Rəvan Xanəliyevdən. Çərçivədən yan keçir. Cavat, taşla. Olsun oyna. Zamiroğlu 3 nəfərin atəsində hərəkətdə gözəl anlar zərbədə fonda. Daha bir başla zərbə. Qapıdan yan keçir. Naim Əliyevin zərbəsi idi bu. Oyna. Oldu. Rıza oyuncu top. Naim. Qapıdan zərbəyə işarə elədi hakim. Ülvi. Köməyə gəlin də. Müdafiədən çıxmağa çalışırlar. Emin axıra qədər döyüşür. Rəvandan Zamiroğlu'nun önünə doğru ötürmə gəldi Əhsən. Əhsən Zamiroğlu 2 nəfərin atəsindən də çıxır. 3-cü rəqimdə keçir və yox, davam deyil. Davam deyil, hakim penalti təyin etmədi. Bəlkə də saf fərqinin çox olması hakimin fikrini dəyişdirir. Rəvan. Naim Əliyev. 11-0. Saf fərqi get artır. Rəvan. Sən qollar dayanmaq bilmir. Sabah komandası qolları azdır, doymurlar. Və penalti təyin olunur nəhayət. Artıq bu qədər müəmmalı epizod deyildi, açıq aşkar. Genidən Zamiroğlu'ya qarşı çoxluq var idi. Şöyle Zamiroğlu desən özü penaltini yerinə yetirəcək, yoxsa Fəxri mi? Aydın Manaflı Həsən sən vur deyə bildirişlər edir. Bəli, Zamiroğlu penaltini yerinə yetirəcək. İstəsən də Zamiroğlu yaxınlaşır. Həsən Zamiroğlu dirəkdən qayıtdı top. Şahid qədər qüvvətli zərbə enilmişdi. Dirək mane olur topa. Və ikinciden zərbəli icəsinatda. Bugün Zamiroğlu haydır fərqlənsin alınmır. Top Xankanlısı Qalçı perində də uzun ötürmə edir. Ülvi. Sərbəst zərbə qərar gəlir.
Səsləndi, tapşırığı yerinə yetirilir. Ursanlı cəhdləri və sol. Uzaqlaşdırır top meydandan. Dəqiqələr geçir azalar. Artıq maçın 3-2 hissəsini gerdə qoymuşuq. Hətta 3-2-dən də çox hissəsi gerdə qalıb. Adem Dadaşov. Ayaq oyuncusu var idi. Lakin hakim üstünlüyü prinsipini əməl edir burada. Rəsul Abbasov keçdi bir rəqibini. Rəsul yaxın küncə edilmiş zərbəsi. Qeyri dəqiqdir. Abdullah. Rəsul Abbasov Sadiq oynadı. Sadiq. 50 oyun var Sadiq Teymurovdan. Adem keçdi bir rəqibini. Sadiq Teymurov hücumumuzun anı dəyişir sağ qanata. Tunay künc zərbəsi qazandırdı. Tunay Nağıyev. Adem yerdən Tunay. Abdullah uzaq məsafədən indirir zərbəni. Abdullah Bayramov lakin açı yerindədir. Tunaydan kritik müdaxilə, out. Hücum. Sadiq. Hakim saxladı oyunu, qayda konusu qeydə alınır. Abdullah geriyə çəkildi. Vaqif, Tunay. Ara ötürməsi mükəmməl aldı. Adem Dadaşov istiqamətində və qapçı. Hatta müdafiəçi qismində müdaxilə edir. Sadiq Teymurov. Adem Dadaşov. İkinci cəhdə qalıb şifrdə tutur. Vaqif Müslümzadə uzaqlaşdırdı. Sadiq. Ara ötürməsi yaxşı fikir idi. Abdullah riskli lakin özünə güvənilir bir reyd. Abdullah. Rəsul qeyri-dəqiq zərbə alınır. Son dəqiqələr deyəcəkdik ki və belə ilə hakim də final üstünü səsləndirir.